Salam olsun. Bugün sizə since və for'un işlənmə qaydasını izah edəcəm. Since və for indiki bitmiş zamanın göstəriciləridir. İndiki bitmiş zaman isə have, has üstəgəl feilin ikinci forması ilə düzəlir. Since Azərbaycanca tərcümədə bəri mənasını verir. Və I haven't seen him since 2000 nə demək olur? Mən onu görməmişəm 2007-ci ildən bəri. For isə bildiyimiz bir neçə mənası var. Onlardan biri də üçündür. O sözünü kimi işlənir. Burada isə for indiki bitmiş zamanın göstəricisidir və davam etmə müddətini bildirir. Mən onu görməmişəm 7 ildir. Aydındır? Burada yəni for üçün mənasında işlənmir. Eyni zamanda indiki bitmiş zamana when ilə sual vermək olmaz. Yəni olmaz, qadağandır. Cümlədə since varsa, zamanımız indiki bitmiş zamandırsa, biz sual verərkən işlədirik since, when. Nə zamandan bəri? Əgər indiki bitmiş zamanda for işlənibsə, yəni nə qədər müddətdir? İşlədirik how long. Yəni when işlətmək olmaz. Əgər cümləmizdə since işlənibsə, since'dən sonra keçmiş zaman, sadə keçmiş, since'dən əvvəl isə indiki bitmiş zaman işlənir və burada da zaman uzlaşması pozulur. Mən onu görməmişəm. Orada olandan bəri. I haven't seen him since I was here. Since'dən sonra sadə keçmiş, since'dən əvvəl isə indiki bitmiş zaman işlənir.